Bu dəfə məhsul tövsiyəsi ilə yox, belə bir üzücü xəbərlə sizlərə gəlmişəm. Məni çoxdan izləyənlər bilir ki, mən L'Oreal'ın Revitalift gözaltı serumunun aşiqiyəm. Çox bəyənirəm, sevərək istifadə eləyirəm. Yeganə məhsuldur ki, hər gün heç axsatmadan öz baxım rutinimdə gözaltılarıma tətbiq edirəm. Morluqlar, şişkinliklər, yorğunluq varsa hamısını tez bir zamanda aradan qaldırır, göz altına çox gözəl parlaqlıq və fərahlıq bəxş eləyir. Amma son zamanlar çox üzücü bir durumla rastlaşmışam və bilirəm ki, bununla rastlaşan tək mən deyiləm. Amma bayaq da dediyim kimi son zamanlar çox üzücü bir hala rastlaşmışam. Elə digər platformalarda gəzərkən də bir neçə xanımın bu barədə video çəkdiyini özüm gözlərimlə gördüm. Baxın qızlar, məhsulda saralma baş veribdi. Bəziləri deyir ki, qapağı açıq qalıb oksidlənmə baş verdiyi üçün bu cür saralıb. Xeyr qızlar, mən bunu soyuducuda saxlayıram, ağzı bağlı bir şəkildə və mütəmadi olaraq istifadə etdiyim bir məhsuldur. Yəni ilk dəfə deyil istifadə edirəm. Belə deyim də, mən çox böyük məyus oldum. Göz altına tətbiq etdiyiniz təqdirdə göz altında qıcıqlanma, qaşınma və qızarıqlıq əmələ gəlir. Bilmirəm niyə belə oldu. Yəni bu ilk qutum deyil. Daha əvvəllər də bu məhsuldan istifadə etmişəm, ancaq belə bir problemlə ilk dəfə də qarşılaşıram. Əgər siz də bu problemlə qarşılaşmısınızsa, yorumlarda mütləq bildirməyi unutmayın. Mən bu məhsulun hal-hazırda istifadəsini dayandırmışam. Çünki dediyim kimi istifadə etdikdə qaşıntı və qızarıqlıq əmələ gəlir. İnşallah ki, tez bir zamanda L'Oreal komandası bu problemi aradan qaldırarlar.